Ahmet Samuel'sa yeni bir pazma videosuyla karşınızdayım. Təzə ama neçə gündür video çəkmirəm. Ses geliyor. Ses 1-2. Getdik. Toplumlar ele iyidir ki hanı kaçır. Onları unutmamı devam ile bu sözler. Bilem, fırlanmacın çekilişine esasen sonuncu tokum tapası düz karşıda olmalıdır. Karşıda. Çok yukarıda. Eğer biz onu kapatabilmezsek toplumlar uçacak. İyili bitki her tarafa yayılacak. Yeniden başlamalı olacağız. Biz onları nece götüreceği ağaç çok hündürdü. Biz ötesine gelerik. Möhkem dayanın. Eymi ya botazavr onlar doğrudan da hündür dediler. O budakları trampolin için istifadelemeyi vardı. Benim hesaplamama esasen botazavr etti onlar da böyle bu kadar hündürü kullanabilmez. Sadece tullanmak yok. Tullanmak, ileri gitme ve tam sürat. Sanki maşındı. Tullanmak, ileri gitmek ve tam sürat bu ne güzel gündü. Gelin sunuyor. Sadece fantastik adı. Bütün toplumları da topladı. Ela uşaklar. Nihayet ki gezintiye devam edebiliriz. Ben acımışam. Ruby. Desem ben her onları yeni duyuram. Öyle bildim hamısını toplamışım. Bakın orada. Göle taraf uçurlar. Onları dayandırmak lazımdı. İkinci kayda yadınızdadır. Eğer onlar suya düşseler 3 tepe sürekli büyüyecekler. Gidin. Tam süratle botazavr. Nasıl oldu? Tokumlar burada yoktu. Yergin onlar sudan uzaklaşır. Bu nimsa balıqdır. Ne baş verir benim güzel dostum? Bence o bizden suyun altına bakmamızı xahiş ediyor. Deyəsən toplumlar hansısa yolda suya düşebilir. İndi de daha sürekli büyüyecekler. Çaresiz nimsa balık. O dəhşətliydi. Doğrudan da dehşetlidir. Baş verənlərdə günahkar mənəm. Amma onları sudan çıxarmaq üçün hansısa üsul olmalıdır axı. Tapdım. Ninja balık. İyili bitkinin bütün toplumlarını suyun yüzüne çıkarabilirsen. Hayır dostlar, adam su ve pusu. O yok. Onlar bir balık için oldukça çoktu. Ben dostlarını kömeye çağırabilirsen. Həla, siz onları çıkarırsınız, o kazan sıyır. Ninja, botazavr etmeyi başarır. Elə bacarır ki, bak. Her yerde hareket edən dinozavr suda da yenebilir. Ninja balık, tokumları yukarı çıkar. Botazavr ise onları udacak. İyilik alyan altı hazırdır.
toplumlar. Tapşırık yerine getirildi. Onlar hesap edelim ki siz dünya boyda iş görmüşsünüz. Balıklar da yaxşı çalıştılar. Masaya davet elədiyinizə Aa, görə bu çox sandığı. sağ olun. Hər şeyin elə qəşəng gətir var ki. Tam yaşatan kadar çoklu yemeği var. Ey Botazavr, bütçe istiyorsan. Yok, o deyəsən biraz çox yeyir. Rusty'nin çimerliği mövsümü. Böyle hamının dikkatine biz çimerliğe gelirik. Evet, canımıza karamara karşı krem lazımdır. Oo, ben artık bunun için teze antigramma tabancası düzeltmişim. SPF 3000. Üzür istedim Jack. Bence onun gücünü arttırmak lazımdır. Əla fikirdir Ruby. Bizsə robotlarla lazım olan hər şey toplayarıq. Bizə iynə lazımdır. Surfing üçün lövhə. Bir də çimərlik çətiri. Çimərlik çətiri. Hə. Pedreler, dəsmallar, üzgəclər, şişmə dairələr, radio, qum oyuncaqları, bir də toplar. Çimerliğe ne kadar eşya parmalıyım. Oh, bəs bütün bunları bir dəstə yıxsaq, necə olar? Çimerliğe günü için ideal ders. Məsələ, amma bunların çatdırılması üçün böyük kimsə lazımdır. Sən də mənim fikirləşdiyimi fikirləşirsən, Gel gücümüzü birleştirelim. işə başlayaq. Çimerli avadanlıqlar topasından başlayaq. Botazavra əlavə edək, o böyükdür, bunu daşıyabilir. Nihayet antigravma tabancası. Hamısını birleştiririk, planımız hazırdır. Tekniki, praktik, mekanik. Çimerli Botazavra 4000. Onun kuyruğunda surfing için lövhə var. Çekilen çimerliği çetir, karnında su geçirmez kutu. Bir de toplar için tabanca. Ama çimerliğe. Botazavr, Sen qaydasındasan? o yaxşıdır. Amma çətir yox. Amma mən həmişə necə deyirəm, qırılan hər şeyi təmir eləmək olar. Sənə kömək eləyim. Yox, çimərliyə gedin. Biz sizə çatarıq. Hə, gedək. Budur, lap təzə kimidir. Sən çimərliyə getməyə hazırsan. Gedək. Ne danışırsan? Çok xahiş edirəm, Rasti. Mən dostumu sənsiz xilas eləyə bilmərəm. Yaxşı, gəl Rafi xilas eləyək. Biz Bulqariya döyüşçüləriyik. Sən heç vaxt belə qazana bilməzsən. Yox, yox. Elə qazana bilərəm ki, mənim çox əla yuxu lazerim var. Yox, bir şey yoxu lazeri olmasın. Biz səni xilas eləyəcəyik, Ray. Hazırdır.
Hazırsan Raif. Salamatda. Çok sağ ol Rasti. Çok sağ ol Botozavr. Köməkləməyə şadıq, Liam. Rasti eşidir. Bu Rastidir. Buyurun dedi. Siz anlasınız. Hele yoldasınız. Biz işe saçangalı işe edirik. Çok ödüleri adamlar biraz. Maraqlı gəldi. Biz artıq gəlirik. Biz çimərliyə getməliyik, Liam. Bizimlə istəyirsən? Yok. Raif gergin gün geçirdi. Belki gelen defa. Hələlik, Liam. Hələlik. Tez ol Botazavr. Yoxsa çimərlikdəki bütün əyləncəni qaçıracaq. Rasti. Salam, Anna. Nə baş verib? Heç ne. Mesele değil ondadır. Pingvinden hiç şenlenmir. Xahiş edirəm Rasti bizə kömək elə. Belə görünür ki, çimərliyi biraz gözləyəcək, dostum. Матисташе забавница. Сасурсата продуктов заказати. Üzülü Yok hiç sebepten. olmur ki He. bayağı güzel Bayaqdan görünüyor. kilo almışdım, paltar tapamadım. İndi də çəkib verimcəm, indi paltar tapamıram. Hazır. Bir Gel. nokta. Axırı Tek ki, biz senden- arıqlıya, tek ki paltar tapamıyor. Ay sağ olsun çəkib. Hoş Çok sağ ol, geldin, çok teşekkür güzelsen. ederim. Buyur keçəylər. Qonaqları salamlayıram. Bəli, Hoş bəli, sağ ol, gördük. çok sağ ol Ezgi. Canımsız. Hoş geldin, sağ olun çok. Canım Pərviz, hoş gördük. Hoş geldin. Bugün qonaqlar hamımız eyni renk uyumundayıq və belə bir söz var. Deyir ki, əgər bir-birinizdən xəbərsiz bir məkana eyni vaxtda, eyni renkdə giyinib gəlmişsinizsə, demək biz eyni frekansda, eyni ruhda olmuşuq. Bəli, bəli. Bəli, eyni dalğadayıq. Eyni sevgidəyik Bəli, bir-birimizə bəli. qarşı Ümid həqiqətən. edirəm ki, çox Maşallah gözəllər olsun. verişimiz olacaq. İnşallah. Sən də gəlmədin, nə qədər Yox, gözəl Biz gəldin. bacımın verişinə gəlir. Mən Can, aparım, can. bizləşib Hə, əla. Mən hazırlaşıb tutaramıram. Çok proları öldürdüm. layıqladım. Bizi öldüren Cəmil proları Kərimova öldürdüm. bu arada Direkt e, öldüren. məndə Takım 17, arkadaşını da o isə öldürdüm, bunu 15 da öldürdüm. kilogram çəki Evet. atıb. Yəni mən demək istəyirəm ki, bunun ilk olaraq kim fərqinə vardı? Sən mi? Tərəzi mi? Libaslar? Can, Yoxsa ki tamaşaçı mı? bizim hər ikimizin eydimizə qalan, belə nazımızı çəkən deyərdim Pərvanə xanıma təşəkkür edirəm. Çox sağ olsun Sevda xanımla birlikdə. Yəni yaxşı ki belə həkimlərimiz var. Bəli. Demək olar ki, mən o kiloya görə hədsiz dərəcədə artıq depressiya yaşayırdım, ciddi formada. Çünki səhnə adam yox da, biz istəyirik ki, hər şey qaydasında olsun. Keçən dəfə elə bir rahat gündəlik geyinmişəm, bir məkana getmişəm. Deyirlər ki, sən axır vaxtlar çox sabrımən olmuşsan. Deyirəm ki, sabrımən olmuşsan, çəki. Və çəki artıq onda sən deyirsən o... Pərvanə xanım çəkərdiyi yoxsa yox? İşinə də Kökənlərlə var, yeyiş ki, Mən keçən müddətdə bəli bir xanım var idi, heç cür kökələ bilmirdi. Bəli, Artıq 20 günə Pərvanə xanım onu 3 kilo kökəltmişdi. maşallah olsun. Mən onları bugün verişə də dəvət edilmişdim. Sadəcə olaraq onlarda alınmadı. Eləmi yəni, Yəni güzel, deyirdik ki, hə. biz nə qədər gözəl danışdığımızı, necə gözəl prosedurlardan keçdiyimizi özü dili ilə anlatsın ki, xanımlarımız da gitsinlər. Əzizim Dilarəm mənim, sənə də xüsusi təşəkkür düşür. Yəni, ilk məni o yerə göndərəndə sən olmuşsan. Yəni, yadındaqsa, hə. İlk dəfə başqa bir klinikaydı. Mən bir 10 kilo çəki verdim, sonra dayandım. Alındırım mən. Sən təzə yenə o çəkini aldın. Ondan sonra üz tutduq, elə hamımız Pərvanə Hamımız xanıma. orada Pərvanə xanımın yanına belə deyək də yazılmışıq. Oradan bizi qorsalar da gedəsi deyilik. Və demək istəyirəm, indi nətər səhnədə fırlanmaq asan olur. Çox rahat, Yoxsa heç çox. fırlanmırsan. İnanırsınız ki, o üç piləkəni mən qalxa bilmirdim. Hə, o dərəcədə. Bu əziyyət çək. Kimsə mənim qoluma tutmasın, mən qalxa bilmirdim. Yəni, Neçə kilo idiniz ki, siz qalxırdınız? 15 kilo bundan artıq olur. Yox. 15 kilo çox olur. Bizimcə, mən Çox hərə ağır müğənni olur. çox ağır olmuşam. Sən
İnanırsan mən Bu nə tər şeydir? Türkiyəyə üz vurmuşdum, mənə tapa bilmədim. Pərvan xanım tapmamışdım. Orada da getdim, həkim ilk sözü oldu ki, sən Adam mənətləri ölürdü köydə. Nətər, elə işin problem də ondadır. Dedim ki, mən səhnədə müqavimət itirirdim. İnan ki, bunu mən... Mesela bir videonun daha sonuna geldik. Sezon sonuna kalır.